Salam, kanalıma xoş gəlmisiniz. Bugün bazar günüdür, saat təxminən 4-dür. İndi mən özümə zaman ayırmağa fikirləşdiyim üçün çölə çıxmışam. Gedəcəm coffee shop'a. Biz səfərdə fərqli coffee shoplar var. Bulvar tərəfdə, Göyərçin tərəfdə çoxdur coffee shop, seçim çoxdur. Çox güman ki, ya onların birində oturacağam, ya da McDonald's oturacağım. Əsl içəri olsun, sərin olsun, isti olmasın. İndi sizə gəndə ətrafı göstərəcəm. Mən bu yolda yeriməyi həssiz çox sevirəm. Bu hissədə Göyərçinə gedən tərəfdir, maşın yolu tərəfdir, bulvarın sol tərəfidir. Fərqli bir vibe var. İnsan üçün daha xoşbəxt hiss edir. Hər tərəf yaxşılıqdır. Xüsusən yaz və yay aylarında daha qəşəng, daha fərqli bir vibe olur. Bu hissələrdən başlayaraq artıq restoranlar, coffee shoplar başlayır. Mən düşünmürəm buralarda oturum. Hardasa çox güman yəqin ki, ya McDonald's-a gedərəm, ya da Sandy deyə bir coffee shop var. Orada da otura bilərəm. Jazetta var qabaq tərəfdə. Crystal Option aşağı mərtəbəsində. Orada da otura bilərəm. 2-3 seçimim var. Üçündən birini dəyərləndirəcəm. Burada artıq baxın pivə məkanıdır. Bir sıra restoranlar var. Eynilə binanın bu tərəfində də. Qabaqda da McDonald's-dır. Fikrimi dəqiqləşdirdim. McDonald's oturacağım. Cappuccino keyfində kitab oxumağı qərarlaşdırdım. Keçəndə yolun sol tərəfindən keçib Sunday-də baxacağım. Aurası necədir? Qərar verib ikisindən birini bayağı McDonald's dəqiqləşdirəcəm dedim. Amma yolsuz Sunday-də baxacağım. Başım mən demişdim Sunday buralarda. Mən burada onun adında bir kafe görmədim. Bəlkə də mən səhv başa yerini. Elə McDonald's-a gedək. Elə kofemi aldım. Kitabımı da açdım ki, başlayayım oxumağa. 2 ay oxuyuram. Kitabda əsasən praktik kitabdır. Belə yazılmalı yerləri var içində və karandaş qabım evdə qaldı. Çıxış yol axtarıram, bilmirəm nə edim indi. İşçilərdən ruçka götürdüm. Ruçka ilə yazacağım. Heç nə olmaz müvəqqəti. Kitabımı heç körlamaq istəmirəm, amma daha gəlmişəm də, yəni vaxtım boşa getməsin. Bu kitabı çox bəyənirəm. Burada baxın, ən yaxşı layihələr və qərarlar belə yazırıq. İkiqayı həyatda bizim xoşbəxtliyimiz, bizə həyatda məna tapan bir şeylərin var olduğunu tapmaq deməkdir. Yerlər var, belə yazırıq. Sonda hər insan öz ikiqayısını tapmağa kömək olur bu kitab. İndi bulvara gəlmişik. Göyərçinə daha doğrusu, bulvar deyil. Biraz karsellərə minəcəyik. Biraz karsellərə minəcəyik xalamız ilə. Görək bu Sumqayıta təzə gəlib bildiyim qədərlə. İndi müşahidə eləyə görək necədir. O biri çox balaca olduğu üçün düşündüyü ki, gələk bura. Bu daha qəşəngdir. Yuxarıya qədər çox qalxır. Hər karseldə növbə çox idi. Bizdə başqa bir karsel var. Onun yerində yolda buna rast gəldik. Bu da ilk dəfədir görürük. Görək indi bunu da müşahidə edək, görək bu necədir. Məncə bu da yenidir Sumqayıtda. Məncə də yenidir. Görək necə olacaq hələ, dəyərləndirərik. Əgər yaxşı olsa buna minəcəyik. Bu çox qalxmır elə yuxarı. Daha çox adrenalin lazımdır. Bütün karsellərdən vaz keçdik. Gəldik ən sevimli Sumqayıtda yerləşən ən sevimli karselimizə. İndi gedirik buna minməyə. Bu mənim uşaqlığımın xatirələri canlanır hər dəfə buna minəndə. Məncə Sumqayıtda olan ən möhtəşəm karsel budur, həqiqətən. Bunun yerini məncə heç nə əvəzləmir. Bunun yerini heç nə verə bilməz. Mindik. Həmişə arzulayırdım ki, qabaqda oturum. Məncə mən heç vaxt qabaqda oturmamışam bunda. Yadıma gəlmir. Çox qəşəngdir qabaqda. Çox arxada oturmamışam. Aşağıda getməyə. Özümüzə popcorn aldıq bir dənə.
portfellərdə növbə olduğu üçün buna gəl, bunu sınayacaq. Gəldik buna minməyə. Bu da çox qəşəngdir. Minməyə arzulayırdım. Mən hazırda bu kitabı oxuyub bitirdim. Növbəti oxuyacağım kitab bu olacaq. Bunu da yeni, bu ikisini yeni almışam, bu kitabları. İndi göstərəcəm sizə. Anam Elxan Aslanın kitablarını çox bəyəndiyi üçün bəhanə olsun deyə, necə deyirlər, həm o oxusun deyə, həm də özüm oxuyum deyə Elxan Aslanın hər dəfə yeni kitabı çıxdıqca alıram. Bunu da çox tərifləyirdilər, səhifələrində görmüşdüm. Bu da digər kitabdır aldığım. Bunu da əsasən türk kitab səhifələrində görürdüm. Çox tərifləyirdilər. Gələcəkdən bəhs edir. Gələcək dünya haqqındadır. Gələcəkdə insanların belə yetişəcəyini təsvir edir. Sonra qidaların falan hər bir şey. Bu iki yeni kitabımda bura əlavə edirik. İndi birinci bunu oxuyacağım. Sonra buna davam edəcəm. Bu bitdikdən sonra bu kitab haqqında da fikirlərimi bölüşəcəm sondakı necədir, oxumağa dəyər, yoxsa necə. Buranı da göstərdim sizə istəyirəm. Yuxarı dolub. İkinci hissədə dolub. Mən bu hal-hazırda indi üçüncü hissə sadəcə kitab çox kifayət qədər yoxdur deyə hələ ki bunlardır. Biz əvvəl yoldaşımla mən də ikimizdə Kapital Bankda çalışmışıq. 3 il və 3 il müddətdən artıq. Bunlar oradan qalan xatirələrdir. Bu aşağılar hələ ki boşdur. Sırayla başlayıram buranı da doldurmağa. Artıq 3-cü rəfdəyik. Dolduqca mən onsuz da buradan bu toy albomunu götürəcəm. Gitaranı da götürəcəyik dolduqda. Bir də onları da boyamalardır, flomasterlar, onları da götürəcəyik. Ümumi belə uzaqdan belə görünür. İstəyirəm biraz sizə göstərdim. Burada bir müddət bundan əvvəl kateqoriyalara bölmüşdüm, yazıçılar olaraq və yaxud da janr olaraq. Əsasən yazıçılar olaraq bölmüşəm. Elə kitablar var ki, elə yazıçılar var ki, daha doğrusu onların bir kitabı var məndə. Onları janr olaraq bölmüşəm. Burada iki dənə Xəlil Hüseynin kitabları var. Burada klassik kitablardır. John Espedan bir kitabım var. Məsələn, bu yazıçıların hərəsindən bir-birdir. Burada bir-birdir hamısı. Sadəcə Sidney Sheldon'un iki kitabı var məndə. Bunlar hamısı mini klassikalardır. Digərlərdə bunlarda hamısı bir yazıçıdan olan bir kitablardır. İkinci rəfdə isə, məsələn, bura qədər hamısı Wolf Dorn'un kitablardır. Bunlar hamısı Wolf Dorn'undur. Burada Elxan Aslanın kitabları var, bu qədər. Yeni aldığım kitabı buradadır. Burada Agatha Christie'nin kitablarıdır. Cəmşid Əmrovun bir kitabı var məndə. Sherlock Holmes'un bir kitabı var. Yəni, bunlar çünki hamısı detektivlərdir. Mark Levin'indir bu üçü. Bunlar Qaraqanın kitablarıdır. George Orwell, Rövşən Abdullaoğlu, Paulo Coelho, sonra Stephen King'dən də bir kitab var. Bunlar yenə də hər biri bir yazıçının bir kitablarıdır. Burada da əsasən bu son 1, 2, 3, 4 bu kitab şəxsi inkişafla bağlı kitablardır. Biraz da bu da onlara bənzəyir. Tam o deyil, amma elədir. Sonra burada da Agatha Christie'nin, bu da yeni oxuduqlarımdandır, ona görə burada qalıb, yəni yerini dəyişməmişəm. Agatha Christie'nin kitabıdır. Bu Stefan Zweig. Gələk Stefan Zweig'i də ayırım, çünki onda məndə bir neçə dənə kitabları var. Belə. Bu və bu kitabları göstərməyi unutdum. Universitetdən qalan kitablardır. Bu Azərbaycan tarixidir. Onu da aldırmışdı müəllimlər bizə.
Bu da Cəbr və Ədədlər Nəzəriyyəsidir. Mən universiteti riyaziyyat ixtisasında oxumuşam, bakalavrı Mexanika Riyaziyyat Fakültəsində. Oradan qalan kitabdır və nə yaxşı ki, o vaxt almışam, belə universitetdən bir xatirə qalıb. Bu elə kitablardır. Sadəcə bunlar çox qalın və ağır olduqları üçün ən sona qoymuşam. Burada dayaq nöqtəsi yoxdur saxlamağa. Bu onları, kitabları saxlasın. Sütun sifariş edəcəm bunlar üçün belə qıraqlara qoymağa. Yoxdur deyə hələ ki bunlar dururlar burada.